Möhtərəm qardaşlar, bugünkü xütbəmin mövzusu inşallah imanın zirvəsində olan iki sahabinin qısaca həyatına nəzər edəcəyik. Möhtərəm qardaşlar, həqiqətən də hər zaman söyləmişik, insanın bu həyatdakı həyatının mənası qəlbindəki imanıdır, möhtərəm qardaşlar. İman qəlbə girdisə, o insanı xoşbəxtliyə götürür və də ki, həyatın mənasını qazanmış olur. Möhtərəm qardaşlar, Musab ibn Umeyr. Bu, böyük bir sahabe, çox zəngin bir ailənin uşağı idi. Abduddar oğullarından. Hətta yolda gedərkən elə paltarlar geyərdi ki, hər kəs ona baxardı. Elə qoxular sürtərdi ki, bütün Məkkə ona baxardı. Möhtərəm qardaşlar, bunun qəlbinə iman daxil olur. Darül Erkam'a gedir. Quran oxumağa başlayır. Peyğəmbərimizə aşıq olmağa başlayır. Və də bir anda qövmü Abduddar oğulları ondan üz çevirirlər. Əgər Muhammedin yanına geçsən, bütün zənginliyi əlindən alarıq deyirlər və həqiqətən də nə edirsiniz edin. Bütün zənginliyi əlindən alırlar. Elə olur ki, Musab ibn Umeyr yamaqlı paltar giyməyə başlayır. Amma nə olsun? Peyğəmbərimiz onu Əqəbə beyətindən sonra Mədinəyə göndərir, möhtərəm qardaşlar. Mədinədə gedir, təbliğatla məşğul olur. Və orada bir çox insanın hidayətə gəlməsinə səbəb olur. Və ikinci Əqəbə beyətində 75 dənə insan Peyğəmbərimizə gəlir. Və Məkkə müşrikləri təşvişə düşürlər ki, Peyğəmbərə Mədinədən də dəstək gəldi. Və bu böyük sahabə Mədinənin ilk səfir olaraq keçir, ilk müəllim olaraq keçir. Peyğəmbərimiz ondan çox məmnun qalır. Və də bütün döyüşlərdə iştirak edir. Bədir döyüşündə, Uhud döyüşündə də Peyğəmbərimizin bayrağını daşıyır. İbn Qamiya adındakı müşrik Peyğəmbərimizi yararlayan şeydə. Bunun sağ qolunu kəsir, bayraq yerə düşür. Peyğəmbərin bayrağı yerə düşməz, sol qolunu alır. Sol qolunu da kəsir. Sonra bayrağı zorla çilinləri ilə saxlamağa çalışır. Və ondan sonra da sinəsinə vuraraq, ürəyini parçalayaraq o böyük sahabə şəhid olmuş olur. Möhtərəm qardaşlar, İbn Qamiya sevinə-sevinə Muhammedi öldürdüm deyib panik salmağa çalışır. Amma bu Musab ibn Umeyr canını Peyğəmbər yolunda verir. Dəfni çox mənalıdır, möhtərəm qardaşlar. O, Məkkənin zəngin adamı nə olur? Peyğəmbərimiz gəlir, bir dənə paltar olur. Paltarını başını örtsə, ayağı açılır, ayağını örtsə, başı açılır. Peyğəmbərimiz göz yaşı içərisində, bax, bu ayəni oxuyur, başda oxuduğumuz ayəti. Minəl mu'mininə ricalun, möminlərdən elə kişilər var ki, Quranda çox az yerdə keçir, əsl kişi anlamında. Burada keçir. Bir də cümə namazına gələnlərə haqqında qeyd olunur. Ricalun sadaqu mə ahadullahə aleyh. Allah'a verdiği sözləri tutarlar. Minhum mən qada nəhbəhu. Onlardan bəziləri ömürlərini sona yetirmişdir. Və minhum mən yantazir. Və bəziləri də vaxtlarını göndərlər. Və mə təbəddəlu təbdilə. Onlar sözlərini əsla və əsla dəyişdirmədilər. Möhtərəm qardaşlar, ikinci sahabi Güleybibdir. Boydan balaca, sifəti qara, amma qəlbində iman dolu. Peyğəmbərimiz dedi ki, ya Güleybib, ələ tətəzəvvəc, evlənmirsən mevcud, deyir, Güleybib dedi ki, ya Rasulallah, mənə kim qız verər? Kim qız verər? Peyğəmbərimiz deyir ki, filan zəngin adamın evinə gedəcəksən və mənim salamımı söyləyəcəksən və evlənmək istədiyiniz qızları ilə də evlənmək ən gözəl xanımıdır. Gedir, Peyğəmbərin salamını söyləyir, birinci ləvillər Peyğəmbər istəyir, amma eşidəndə ki, budur, ata-anası vermir qızı. Qızın ağlına baxın, deyir ki, necə yəni? Peyğəmbərin istədiyinə siz necə yox deyə bilərsiniz? Mən gedirəm, deyir. Yəni, Peyğəmbərin dediyinə yox deyilməz. Həqiqətən də gedilir, səhərsi günü isə döyüşə gedilir. Və
Cüleybib şəhid olur. Peyğəmbərimiz onu tapır. Ənə min Cüleybib, Cüleybib minni. Mən Cüleybibdənəm, Cüleybib də məndəndir deyir və Peyğəmbərimiz öz əli ilə dəfn edir və də mələklərin yuduğu sahabi olaraq keçir. Mələklərin bağrına bastığı, Hurul İnin bağrına bastığı sahabi olaraq hədislərdə qeyd edilir, olunur. Möhtərəm qardaşlar, iman belədir. İman həyatın mənasıdır. Allah cümləmizi imansız etməsin. Möhtərəm qardaşlar, irəldən bütün xalqımızın ümum olaraq 31 Mart soyqırım günüdür. Biz hər zaman bunu qeyd etmişik ki, millət, xalq olaraq hər zaman önəmli günlərimizi unutmayaq. Çünki unutmaq o deməkdir ki, düşmənlərin sabah bundan istifadə edəcəklər deməkdir. Və bildiyiniz 1918-ci ildə 30 Martdan 3 Aprelə doğru Azərbaycanda 10 minlərlə Azərbaycanlının Daşnaqüstün Partiyası ermənilərin əli ilə bir çox rayonlarda, Bakı başda olmaqla, Şamaxıda, Lənkəranda, Qarabağda, Naxçıvanda soyqırım törətdilər. Və bunu da unutmayaq ki, və ondan sonra da yenə təkrarlandı, 1988-də yenə təkrarlandı unutqanlığımız nəticəsində. Yəni, indi Allaha sonsuz həmd sənalar olsun ki, biz torpaqlarımızı bərpa etmişik, şəhidlərimizin hesabına, dövlətimizin hesabına Allaha sonsuz həmd sənalar olsun. Amma xalqın yaddaşı unutmamalıdır. Xalqın yaddaşı unutqanlıqla hər zaman xarakterize olunur. Amma biz bunu unutmayaq ki, bizim hər zaman başımız dərdlədir, hər zaman bizi izləyirlər, torpağımıza sahib olmağa çalışırlar, torpağımızı ələ keçirməyə çalışırlar. Əgər imanımız olsa, əgər tarixi hafizəsimizi, şəhidlərimizi, qəhrəmanlarımızı, tariximizi, ədəbiyyatımızı, dilimizi, dinimizi qorusaq, yadda saxlasaq, övladlarımıza da bunu təbliğ etsək, Allahın izni ilə kimsə bizə toxuna bilməz. Möhtərəm qardaşlar, gözəl bir Ramazan keçirdik. Allah hamımızdan razı olsun. Burada gözəl iftarlarımız oldu. 700-dən çox adama iftar verildi. Sizin köməyinizlə hamınıza çox təşəkkür edirik. Fitrələr oldu. 200-dən çox ailəyə çatdıq. Şəhid ailəsindən tutmuş hər kəsə